Qardaş soruşur ki, övladım deyir xəstədir və mən övladımla birlikdə müsəlmanların arasına getdiyim zaman və xəstəliyin səbəbi ilə uşağın bəzi saçının yerlərində saç var, bəzi yerlərində isə saç yoxdur. Və bu səbəblə deyir, uşaqla müsəlmanların uşaqları alay edirlər və bu uşağa da pis təsir edir, eyni zamanda ailəvi olaraq bizə də pis təsir edir. Bununla bağlı bir nəsihət edilməsini istəyir. İlk öncə Allah Azza və Cəllədən istəyirik ki, biz Allah Azza və Cəllə həm qardaşımızın, həm də bütün müsəlmanların övladlarına Allah Azza və Cəllə acil bir şəfa versin. Qardaşa birinci, həmsinin onun əhlinə xatırlatmaq istədiyimiz şey budur ki, imtahan bəzən insana gəldiyi zaman o imtahanın sadəcə özü imtahan olmur. Onun ətrafında olan şeylər də bərabərində insan üçün bir imtahandır. Bu bəzən insanın sözü olur, bəzən insanların davranışları olur. Bıraq insanların sözlərini, bəzən insanların baxışları belə insan üçün imtahan ola bilir. O baxışlara səbr etmək, o sözlərə səbr etmək, o dodaq altında gülüşlərə səbr etmək. Yəni, imtahanla bərabər onun ətrafında olan şeylər də bizim üçün nə ola bilir? İmtahan ola bilir. Bunu imtahan olaraq qəbul edəcəyik və Allah Azza və Cəllədən istəyəcək ki, bizi buradan üzü ağ olaraq Allah Azza və Cəllə çıxartsın. Mən qardaşın tələbi o uşaqların valideynlərinə nəsihət edib bir şeylər xatırlatmaqdır. Amma mən onlardan öncə bizim balaca qardaşlarımıza, bacılarımıza xatırlatmaq istədiyim bir şey var ki, baxın, Allah Subhanahu wa Ta'ala hər kəsi fərqli yaradıb. Yəni, sən zənginsən, biri fəqirdir. Sən sağlamsan, biri xəstədir. Sən gözəlsən, biri çirkindir. Lakin bizim bilməmiz gerəkən ən mühüm işlərdən birisi budur ki, Allah Subhanahu wa Ta'ala insanların yerlərini dəyişə bilir. Yəni, bu günləri sənin çox gözəl libasın var, amma sabah olmaya bilər. Bugün sən sağlamsan, amma sabah sağlam olmaya bilərsən. Mən bunu muhtemelen, yəni uşaqlar bilmirlər ki, məsələn, həmin uşaq xəstədir. Mən bu zəndəyəm, həmin uşaqlar haqqında ki, onlar bilmirlər o uşağın xəstə olduğunu. Bilsələr, bəlkə də o şəkildə müamilə etməzlər. Amma vələv ki, elə olmasa belə, məgər bir insanın saçı ilə alay etmək, bir insanın qaşı ilə alay etmək, bir insanın gözü ilə, burnu ilə, qulağı ilə, çəkisi ilə alay etmək olarmı? Olmaz. Yəni, biz bir kərə bunu biləcəyik ki, bəlkə o uşağın saçının elə olması, paltarının başqa cür olması və s. nə bilirsən nədən dolayıdır? Bəlkə imkansızlıqdan, bəlkə bir xəstəlikdən. Bax, ehtimal etmədiyimiz şeylər bəzən ehtimal ola bilir. Bu bizim, birinci mən bu kimlərə danışıram? Bizim balaca qardaşlarımıza, bacılarımıza danışıram ki, ta ki onlar bilsinlər ki, kimsə ilə bu formada istehza etmək olmaz. Bax, bu insan xəstə ola bilər. Həmsinin, məsələn, istehza edən uşaqlar bunu, məsələn, bilməyə də bilərlər, dediyim kimi. Amma o xəstə ola bilirmiş deməli, düzdür? Yəni, həmin uşaq xəstə olmaqla bərabər evə ağlaya gedə bilir. Anası, atası bundan dolayı əziyyət çəkə bilir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədisdə deyir ki, kim bir müsəlmana əziyyət edərsə, Allah da ona əziyyət edər, deyir. Kim bir müsəlmana əziyyət edərsə, Allah da ona əziyyət edər. Yəni, sən qorxmalısan ki, o istehza eləmiş olduğun şəxslə Allah Azza və Cəllə sənin yerini dəyişər. İkincisi, biz müsəlmanıq. Biz insanların sıxıntılarını onlara artırmalı deyilik. Əksinə, sıxıntıda bir insan gördüyümüz zaman, sıxıntıda bir müsəlman gördüyümüz zaman gedib onun əlindən tutmaq, uzaqlamaq, varmı bir sıxıntın, sənə eləyə biləcəyin bir yardım varmı, sənə eləyə biləcəyin bir kömək varmı, sənin üçün nə eləyə bilərəm deyə biz dostlarımızdan, qardaşlarımızdan bunu soruşmağımız lazımdır. Bıraq dostlarımızı, qardaşlarımızı, hətta yolda gedəndə bir sıxıntıda oturub ağlayan, dərdli olan bir insan, dərdli olan bir uşaq gördüyümüz zaman ona belə gedib yardım etməmiz gerekir. Tanımadığımız bir insana. Bir də düşün ki, səninlə eyni safda duran, səninlə eyni dini paylaşan insanlara əziyyət etmək Allahın razı qalacağı bir əməl deyil. Allahdan qorxmağımız lazımdır. Kimsə ilə, amma kimsə ilə, istər bu xəstə olsun, istər olmasın, kimsə ilə istehza etmək, kimsəni küçümsəmək, kimsəni xəfifə almaq bu doğru bir şey deyil və Allahın cəzasından da qorxmaq lazımdır. Yəni, Allah Azza və Cəllə insanların yerlərini dəyişə bilər. Bu, bizim balaca qardaşlarımızla, bacılarımızla bağlı olan bir məsələdir və düşünürəm ki, onlar bu məsələni bu şəkildə düşünə bilmədiklərindən dolayı bunu ediblər. Allah onların hamısını əfv etsin və düşünürəm ki, bu danışıqdan sonra, məsələyə bu cür baxdıqdan sonra ki, necə baxırlarsa baxsınlar, xətadır, yanlışdır. Amma bu cür baxdıqdan sonra onların dəyişəcəyini bir daha müsəlmanlara, xəstə olan insanlara və yaxud da fərqli görür. Ya, bir dostunun paltarı yırtıq da ola bilər. Bir dostunun ayaqqabısı gözəl olmaya da bilər. Kəsinliklə və kəsinliklə kimsə ilə istehza etməyəcəksən. Çünki qorxacaqsan ki, həm zülm etmək olmaz, həm eyni zamanda Allah Azza və Cəllə səninlə onun yerinə dəyişə bilər. Allahdan qorxacaq. Əksinə, varsa imkanımız ona yardım eləyəcək. Varsa bu dostluğun gərəyidir. Bu yaxşı insan olmağın gərəyidir. Bu insan olmağın gərəyidir ki, ta ki onlara yardım edək. Həmsinin
qardaşın istəyi üzərinə bu uşaqların valideynləri ilə bağlı olan məsələyə gəldikdə, mən sadəcə bu qismini xatırlada bilərəm ki, mən düşünmürəm ki, müsəlmanlar haqqında bu zəndəyəm ki, əlhamdülillah, hər kəs övladına gözəl tərbiyə verməyə çalışır. Lakin onlar xüsusən də uşaq olmaları səbəbilə bir məclisə gedildiyi zaman, bir yerə dəvət edildiyi zaman və ya evlərinizə birisini dəvət etdiyiniz zaman övladlara o öyrədilən şeyləri təkrar etmək lazımdır. Yəni, məsələn, bax, biz indi qonaq gedirik. Amma orada xəstə olan insan ola bilər, yaşlı olan insan ola bilər, evdə görmüş olduğunuz şeylər sizin üçün əmanətdir. Orada gördüklərinizi çıxanda çölə nə mənə, nə bir başqasına danışa bilməzsiniz. Orada görmüş olduğunuz şeylər orada qalmalıdır. Eyni zamanda orada yaşlı bir insan görsəz ona hörmət edin. İzinsiz insanların əşyalarına toxunmayın. Yəni, bütün bu öyrədilən ədəbi, əxlaqı yenidən bir təkrar edib o şəkildə misafirliyə getmək və o şəkildə də evimizdə birincisini dəvət etdiyimiz zaman yenidən övladlarımıza bir xatırlatma etməmiz gərəkir. Çünki istər-istəməz bu kimi hallar ola bilir və bu kimi hallar olduğu zaman da dolayısıyla bu sonuc ortaya çıxır ki, uşaq evin güzgüsüdür, evdə görmüş olduğu şeyləri təkrar edir, evdə görmüş olduğu ədəbi göstərmiş olur bərabərində. Bu insanların gözündə canlanır, amma dediyim kimi mən müsəlmanların övladlarına gücləri yetdiyi qədər tərbiyə verdiklərinin, daha gözəl eğitməyə çalışdıqlarının zənnindəyəm. Amma bununla bərabər onlara bir daha xatırlatmaq, bir daha bir məclisə getdikləri zaman onlara öyrətmiş olduğumuz şeyləri yenidən xatırladılması gərəkir, ta ki insanların qəlbi qırılmasın. Çünki həssas olan məsələlərdir, incə olan məsələlərdir. Bir insan zaten övladının acısıyla dərdlidir, bir övlad zaten öz sıxıntısıyla dərdlidir. Bir də belə olduğu zaman daha çox diqqət edilməsi, daha çox insanların həssas olan məsələlərində diqqət etməsi gərəkir. Allah Azza və Cəllə ən doğrusunu bilir. Allah Azza və Cəllə bütün müsəlmanlara yardım etsin.